usikum və nəfsi bi təqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala bu cümə gününün xeyir və bərəkətindən cümləmizə inayət etsin. Bütün müsəlmanların ibadətlərini, dualarını qəbul etsin inşallah. Keçən cümə xütbəmiz Allah-u Taala'nın təqdirinə razı olmaq barəsində idi. Yəni, mövzumuz qəza və qədərdən idi və ən sonda ilahi təqdirlərə insan razı olarsa, bu həm dünya həyatının rahat keçməsinə və axirətdə böyük mükafat əldə etməsinə səbəb olar. Və həmçinin bəndəliyin xüsusiyyətlərindəndir ki, Allahdan gələnə razı olmaq. Qəzavət barəsində idi, danışdıq. Allah Taala'nın Əl-Qazi ismindən bizim söhbətimiz bu qədər genişləndi və demək olar ki, yekunlaşır. Bu həmin Əl-Qazi ismi ilə bağlı olan söhbətimiz, xütbəmiz. Quran-ı Kərimin Nisa surəsinin 59-cu ayəsində Allah Taala buyurur. Allah Taala buyurur, Bismillahirrahmanirrahim. Yə eyyuhəl-ləzīnə əmənu, ətiullah və ətiur rəsul və ulul əmr minkum. Allah Taala buyurur, ey iman gətirənlər, Allaha itaət edin, Peyğəmbərə, elçiyə itaət edin və ulul əmr minkum və içərinizdən olan əmir sahiblərinə itaət edin, yəni imamlara. Ayənin davamında Allah Taala buyurur ki, فَاِنْ تَنَازَتُمْ فِي شَيْءٍ. Əgər bir şey barəsində sizdə mübahisə yaransa, əgər bir şey barəsində sizdə fikir ayrılığı yaransa, فَرُدُّوهُ إِلَى اللّٰهِ. O mövzunu Allah Taala'dan öyrənin. Allahdan öyrənin ki, bu işin qaydası necədir? Bu iş necə olmalıdır? Sual verərsiniz ki, yaxşı, biz Allah Taala'dan necə öyrənək? Quran-ı Kərimə müraciət etmək lazımdır. İmam Rıza əleyhissalam kəlamında buyurur ki, hər hədisi söylədiyi zaman, İmam buyurur ki, o hədisi mən sizə danışdığım zaman, siz Qurandan ayəsini məndən soruşun, İmam buyurur. Mən ki, sizə bir söz deyirəm, söz söyləyirəm, siz soruşun ki, Quranda hansı ayədədir bu söz? Mən sizə Qurandan ayəsini deyim. Bilirik ki, imamlar elə bir ilahi elmə məxsus olan insanlar idi ki, hətta öz dövründə olan digər din mənsublarına onların öz səmavi kitablarından İmam cavab verirdi. Və ən nəhayət İmam Sadiq əleyhissalamın zamanında olur. İmam Cəfər Sadiq əleyhissalam bilirik ki, imamlar neçə elmi münazirələrdə iştirak ediblər. Bəzən bunu dövrün xəlifələri təşkil edib, məqsədləri imamı cəmaatın nəzərində aşağılamaq olub. Ki, insanlar imamı baxsın ki, yəni savadsız adamdır, elə bilsinlər. Amma əksinə baş verib. Həqiqətən insanlar görüblər ki, imamlar elə bir şəxslərdir ki, ilahi elmlə elmlənmiş şəxslərdir. Məsələn, İmam Cəfər Sadiqin zamanında Əbu Hənifə var idi ki, bu günləri Hənəfi məzhəbinin banilərindəndir, rəhbərlərindəndir. İmamla bir neçə elmi mövzularda bəhs etdikdən sonra, İmam hamısının cavabını verəndən sonra Quran-ı Kərimin bu ayəsini deyir. Deyir, Allahu aləmu heysu yecəlu risalətə. Allah bilir Peyğəmbərliyi kimə verir. Allah bilir Allah daha yaxşı bilir Peyğəmbərliyi kimə verir. Bəs bu ayədə də Allah Taala buyurur ki, فَاِنْ تَنَازَتُمْ فِي شَيْءٍ. Əgər bir şey barəsində sizdə mübahisə yaranarsa, فَرُدُّوهُ إِلَى اللّٰهِ. Onu Allahdan öyrənin. Və Rəsul, Peyğəmbərdən öyrənin. Baxın Peyğəmbərin sünnəsinə, Peyğəmbərin zamanında bu və buna bənzər hadisə baş verdikdə Peyğəmbər nə edirdi? Nə iş görürdü? Siz də onun müqabilində həmin iş edin. Baxın imamların həyatına, sirəsinə. İmamlar belə bir hadisə ilə qarşılaşdıqları zaman nə edirdilər? Siz də onu edin.
İn kuntum tu'minun billah vel yevmil axir. Əgər siz Allaha, axirət gününə iman gətirmisinizsə belə edin. Neçə yerdə Allah Taala bu həmin məsələyə işarə edir. Deyir, əgər Allaha və axirət gününə iman gətirmisinizsə, əgər xatırlayırsınızsa, biz Qurani-Kərimdə belə bir ayə oxumuşduq. Ləkum Rəsulullah usvetun həsənə. Peyğəmbər sizin üçün ən gözəl nümunədir və ayənin davamında Allah Taala buyurur ki, o kəslər ki, Allaha iman gətiriblər və qiyamət gününə iman gətiriblər. Və bu həmin ayədə də Allah Taala bu cür buyurur. Əleykumussalam. Və daha sonra Allah Taala buyurur ki, zəlikə xeyrun və əhsənu təvilə. Bu sizin üçün daha xeyirlidir və ən gözəl nəticə də budur. Ən gözəl nəticə əldə etmək istəyirsinizsə, hər hansısa bir mövzuda çəkişdiyiniz zaman, mübahisə yarandığı zaman onu Allahdan, Peyğəmbərdən öyrənin. Bəs bu həmin məsələlər barəsində biz danışdığımız zaman, əvvəllərdə biz qeyd etmişdik ki, biz qəzavət var. Qabaq Peyğəmbər zamanında və Peyğəmbərdən sonra da bir müddət bu cür davam elədi, məhkəmə sisteminə qəzavət deyirdilər, qəzavət etmək deyirdilər. Məsələn, o dövrlərdə Peyğəmbərimiz qəzavət edirdi. Peyğəmbərimiz hər hansısa bir məsələ ortaya çıxdığı zaman, baş verdiyi zaman Peyğəmbər qəzavət edirdi. Qurani-Kərimdə Allah Taala Peyğəmbərlərin qəzavət etməyi barəsində Həzrəti Davudun məsələsinə işarə edir. Davud Peyğəmbər barəsində Sad surəsində Allah Taala buyurur ki, bir nəfər öz qardaşından şikayətçi olaraq Davud əleyhissalamın yanına gəlir və qardaşından şikayət edir ki, o mənə qarşı haqsızlıq edib. Həzrəti Davud əleyhissalam həmin məsələdə hökm edir və Allah Taala buyurur, o Həzrəti Davudun məsələsindəki həmin şəxs Davud əleyhissalama buyurur ki, fəhkum beynənə bil həq, bizim aramızda haqq olaraq qəzavət etkinə. Davud əleyhissalamın qəzavət imtihanını təfsirçilər müxtəlif rəylər söyləyib, müxtəlif fikirlər söyləyib. O həmin fikirlərdən biri bu idi ki, Davud əleyhissalam istəyirdi sərbəst şəkildə özü qəzavət etsin. Allah Taala Həzrəti Davuda göstərir ki, ey Davud, əgər özün bu işdə sərbəst olarsansa, xətaya yol verərsən, qəzaya yol verərsən. Allah Taala Həzrəti Davudu imtihan edir və həmçinin təfsirçilər qeyd edir ki, o iki mələk idi ki, Allah Taala Davud əleyhissalam üçün göndərmişdi və Davud Peyğəmbəri imtihan etmişdi. Bəs Peyğəmbər zamanında bilirik ki, İmam Əli əleyhissalam xüsusi elmə, biliyə, savada malik olan bir insan idi. Hansı ki, Peyğəmbərimiz İmam Əli əleyhissalamın elmi barəsində buyurur ki, Ənə mədinətul elm və Əli babuha, mən elmin şəhəriyəm, Əli o şəhərin qapısıdır. Peyğəmbər zamanında İmam Əli əleyhissalam qəzavət edib. Belə bir rəvayət, belə bir əhvalat qeyd olunur ki, Həzrəti Peyğəmbər birindən pul verir, dəvə alır və həmin şəxs iddia edir ki, Peyğəmbər, sən mənə pul verməmisən. Peyğəmbərə bu cür deyir, sən mənə pul verməmisən və dəvəni də Peyğəmbərə vermir. Və yoldan keçən neçə nəfərdən Peyğəmbərimiz buyurur ki, bizim aramızda qəzavət etkinən həmin şəxslərdən biri də İmam Əli əleyhissalam olur. İmam Əli əleyhissalama Həzrəti Peyğəmbər buyurur ki, ey Əli, bizim aramızda qəzavət etkinən. Əli əleyhissalam buyurur ki, Peyğəmbər düz deyir. Peyğəmbər sənə pulunu verib və sən də dəvəni Peyğəmbərə verməlisən. Həmin şəxs deyir ki, sən bizdən heç bir şey soruşmadın. Sən Peyğəmbərin sözü ilə kifayətləndin. İmam Əli əleyhissalam cavabında buyurur ki, Peyğəmbər bizim üçün Qurani-Kərim nazil edib. Biz onun sözünə sözsüz tabe olmuşuq, iman getirmişik. İndi bir dəvənin pulu məsələsində biz Peyğəmbərin Peyğəmbərliyinə şübhə edəcəyik. Bəli, İmam Əli əleyhissalam Peyğəmbərdən sonra da
qəzavət etmişdi və Mədinə şəhərinin ən görkəmli qazilərindən idi və ən ədalətli qazilərindən idi. Məsələn, diqqət etsəz, tarixdə qeyd olunub, 2-ci xəlifə Ömərin zamanında İmam Əli əleyhissalam neçə qəzavət edib. Və eyni zamanda Əbu Bəkir, xəlifə Əbu Bəkirin zamanında neçə məsələlərdə İmam Əli əleyhissalam qəzavət edib və həmin məsələlərdə 2-ci xəlifə Ömər bu cür deyib, Lola Əliyyun, əgər Əli olmasaydı, ləhələkə Ömər həlak olardı. İmam Əli əleyhissalam ilahi elmə, ilahi bilgiyə malik bir şəxs idi və o cümlədən xilafət dönəmində Küfə şəhərində İmam Əli əleyhissalamın qəzavət etdiyi bir yer var idi. Dəkkətul qəza deyirdilər. Küfə şəhərinin, Küfə məscidini ziyarət edənlər həmin yeri də ziyarət ediblər. Dəkkətul qəza, İmam Əli əleyhissalamın qəzavət etdiyi yer var idi. Və Allah rəhmət etsin, alimlərimizdən biri İmam Əli əleyhissalamın qəzavətlərini toplayıb, cəm edib və orada İmam Əli əleyhissalamın həm elmi əsaslara söykənən, 1400 il bundan əvvəl bu xüsusi elmlər olmadığı halda İmam Əli əleyhissalamın gözəl bir şəkildə hər hansısa bir qəzavət mövzusunda İmam Əli əleyhissalamın gözəl hökmlərini orada qeyd etmişdi. Həmçinin tarixdə qazilər arasında məşhur qazilərdən biri də Şüreyh qazidir. Şüreyh qazi Küfə şəhərində tanınmış qazilərdəndir. 2-ci xəlifə Ömərin zamanında Küfə şəhərinə təyin olunmuşdu. Və İmam Əli əleyhissalamın zamanına qədər Şüreyh qazi qəzavət etmişdi. İmam Əli əleyhissalam o qazini dəyişmək istədiyi zaman cəmaat narazılıq edib. Cəmaat İmam Əli əleyhissalamdan xahiş ediblər ki, qoy hələ Şüreyh qazi qalsın. Biz ona öyrəşmişik, Şüreyh qaziyə öyrəşmişik. Amma İmam Əli əleyhissalamın qulağına o xəbərlər çatır Şüreyh qazi barəsində. Nəhcül Bəlağədə 3-cü məktubda İmam Əli əleyhissalam Şüreyh qazini məzəmmət edir. İmam Əli əleyhissalam üçün ən xüsusi prioritet məsələlərdən biri bu idi ki, qəzavətdə ədalətli olmaq. Qəzavətdə ədalətli olmaq. Qazinin neçə şərtləri var? O şərtlərdən biri elmə, xüsusi biliyə malik olması və digər məsələ, digər şərtlərdən biri isə ədalətli olmasıdır. İmam Əli əleyhissalam Şüreyh qaziyə məzəmmət edir. Nəhcül Bəlağənin 3-cü məktubunda buyurur İmam Əli əleyhissalam ki, ey Şüreyh qazi, eşitmişəm, xəbər çatıb ki, müəyyən məbləğin müqabilində hansısa sənədlərə imza atırsan. İmam Əli əleyhissalam buyurur. Və həmin pula ev alırsan. İmam buyurur ona, həmin pula ev alırsan. Ey Şüreyh qazi, sən yaddan çıxartma ki, bir axirət evi də var. Çox məzmunlu bir məktub yazır. Bilirik ki, İmam Əli əleyhissalam öz dövründə ədaləti təyin etdiyi məmurlardan tələb edirdi. Bəsrə valisindən, Osman adında bir şəxs idi. Bəsrə valisi idi, hakim idi. İmam Əli əleyhissalam onu məzəmmət edir. İmam Əliyə xəbər verirlər ki, o həmin vali elə bir məclisdə iştirak edib ki, kasıbları o məclisdə qapıdan qovublar. İmam Əli əleyhissalam həmin vali üçün bir məktub yazır. Deyir, mən demirəm sənə Əli ol günah, sən Əli ola bilməzsən. Amma hansısa məsələlərdə özünü bizə bənzədginə. Sən elə bir məclisdə iştirak etmirsən ki, o məclisdə kasıbları qapıdan qovublar. Bilginən ki, sənin rəhbərin, sənin imamın həmin məclisdə iştirak etməz deyə. Və İmam Əli əleyhissalam həmin Osmanı məzəmmət edir və o cümlədən Şüreyh qazini məzəmmət edir. Əgər öyrənmək istəsək ki, Şüreyh qazinin taleyi necə olur? Muxtar Səqəfi Küfə şəhərində hakimlik etdiyi zaman Şüreyh qazini də oradan kənarlaşdırır. Ne üçün kənarlaşdırır? Səbəb nə idi?
Səbəb bu idi ki, Kufə cəmaatı və digər insanlar İmam Hüseyn əleyhissalama qarşı qılınc qaldırmırdılar. O vaxta qədər ki, Şüreyh qazi İmam Hüseyn əleyhissalamın dindən çıxmasına fətva verir. Neçə qazilər fətva vermişdi. Ən sonunda Şüreyh qazi qalmışdı. Cəmaat Şüreyh qazinin fətvasını gözləyirdi ki, Şüreyh qazi nə fətva verəcək? Şüreyh qazi fətva verir. İmam Hüseyn əleyhissalamın qətlə yetirilməsinə. Aleykümselam. Və daha sonra belə bir maraqlı hadisə baş verir. Bir nəfər gəlir, sual verir. Deyir ki, mənim üstümdə ağcaqanad var idi. Vuranda ağcaqanadı, paltarım qana bulandı. Görən mənim namazım düzdür ya səhvdir? Cavabında dedilər ki, ondan böyük qan var sizin boynunuzda. O da İmam Hüseyn əleyhissalamın qanıdır. Siz İmam Hüseyni qətlə yetirdiniz, heç narahatçılıq hiss eləmədiniz. Amma bir balaca ağcaqanadı öldürməklə, qanı libasınıza, paltarınıza bulaşmaqla narahat olmuşsunuz ki, namazımız qəbuldur ya qəbul deyil. Namazımız düzdür ya düz deyil. Bəli, Muxtar Səqəfi Şüreyh qazini oradan kənarlaşdırır və daha sonra Muxtar vəfat edəndən sonra, şəhid olandan sonra Abbasilər hakimiyyətə gəlməzdən öncə Şüreyh qazini yenə də Kufə şəhərinə, Bəni Üməyyə yenə təyin edir. Şüreyh qazi qeyd edirlər ki, tarixdə 100-120 yaşına kimi yaşayıb və Kufə şəhərinə qaytarılan zaman ona yenə də qazilik etməyi təyin edirlər. Şüreyh qazi bundan imtina edir. Tarixdə göstərilir ki, imtina etməsinin səbəbi bu olur ki, Muxtar Səqəfi ki, onu oradan kənarlaşdırıb, yenidən o işə qayıtmaq istəmir. Hər halda qazi və qəzavət məsələsi İslam tarixində əhəmiyyətli mövzulardan olub və bizim fiqhimizdə, şəriətimizdə xüsusi bölüm var, qəzavət bölümü və şəri hakimlərə. Alimlər də bu həmin qəzavət etməkdə, qazilik etməkdə bu həmin səlahiyyəti əldə etmişlər. Və Allah Taala'dan duamız budur ki, hər hansısa bir mövzuda, hər hansısa bir məsələdə, hər hansısa bir işdə qəzavət etdiyimiz zaman ədalətlə qəzavət edək. Ədalətlə qəzavət etməyin şərtlərindən biri budur ki, bir nəfər sənə şikayət etdiyi zaman ittiham olunanın da şikayətinə qulaq asmaq lazımdır. İttiham olunanın da sözünə qulaq asmaq lazımdır. Bir tərəfli hökm vermək, qəzavət etmək ədalətə ziddir. Və inşallah Allah Taala hər bir işimizdə ədalətli olmağı nəsib etsin. Allah Taala'nı and veririk, öz böyüklüyü xatirinə bizi bəndəlikdən kənar etməsin. Allah Taala inşallah bizi haqq əhlindən qərar versin.